Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Qarabağ müharibəsi mövzusudur. Birinci Qarabağ müharibəsi. Birinci Qarabağ müharibəsi 1991-1994-cü illəri əhatə edir. Hələ ermənilər 1988-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda separatçılıq fəaliyyəti genişləndirdilər. Əvvəllər Sovet ordusu, daha sonra isə Sovetlərin varlığına son qoyulduqdan sonra Rus ordusunun köməyi ilə Dağlıq Qarabağda özlərinin separatçılıq fəaliyyəti genişləndirmişdilər. 1991-ci ildə başlayaraq Ermənistan müharibə elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Bu hərbi əməliyyatlarda ilk dövrlərdə Ruslar bir sıra uğurlar qazandı. Bu dövrdə münaqişənin əsas səbəbi nə idi? Münaqişənin əsas səbəbi ermənilərin ərazi iddiaları idi. Bu dövrdə düşmənin, ermənilərin bir sıra uğurlar qazanmasının səbəbi nə idi? Öz həvadarlarından kömək alması, öz həvadarları əsasən bu dövrdə əsasən Ruslardan kömək alırdılar. Həmçinin ermənilərin əvvəlcədən hazırlıq tədbirləri görülməsi və yaxşı silahlanması ilə bağlı idi. Hətta bu dövrdə Azərbaycanlıların yerli əhalisindən belə ov silahları belə yığışdırılmışdı, əllərindən alınmışdı. Bu dövrdə ermənilərin uğurlarının səbəblərindən biri də Azərbaycanda ordu quruculuğuna fikir verilməməsi ilə bağlı idi. 1991-ci ilin sentyabrında separatçılar tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikası yaradıldı. Qondarma Dağlıq Qarabağ Respublikasının yaranmasına cavab olaraq Azərbaycan hökuməti bir sıra tədbirlər gördü. 1991-ci ilin sentyabrında Azərbaycanda Müdafiə Nazirliyi yaradıldı. 1991-ci ilin sentyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələr haqqında qanun qəbul edildi. Buna əsasən özünün müdafiə batalyonlarının yaradılması haqqında qərar verildi. Və bunun nəticəsində ölkənin 22 sərhəd rayonunda özünün müdafiə batalyonları yaradıldı, könüllü hərbi dəstələr təşkil edilməyə başlandı. 1991-ci ilin noyabr ayında Xocavənddə erməni basqınları ilə bağlı olaraq Azərbaycanın hökumət nümayəndələri Yuxarı Qarabağa səfər etdi. Bu zaman isə Yuxarı Qarabağa səfər edən Azərbaycan nümayəndə heyəti Ağdamdan Xankəndinə səfər edən vertolyot ermənilər tərəfindən vuruldu. Bu hadisə tarixdə Qarakənd faciəsi adı altında tanınır. Burada Azərbaycanın bir sıra görkəmli dövlət xadimləri də həlak oldu. Baş prokuror, xaricdən gəlmiş bir sıra nümayəndələr, ictimai-siyasi şəxslər bu vertolyot qəzası zamanı həlak oldu. 20 noyabr hadisələri respublikadakı ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Buna cavab olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ilin noyabrın 26-sında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi. Bilirik ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə yaradılmışdı. 1991-ci ilin noyabrın ayının 26-sında Ali Sovetdə Milli Şura haqqında qanuna dəyişiklik edildi. Şuranın 50 üzvündən 25-i Demokratik Blokun üzvü, 25-i isə digər deputatlardan ibarət idi. Bu dövrdə hakimiyyət mübarizəsindən istifadə edən ermənilər 1991-ci ilin dekabrında Kərkicahan istiqamətində hücumu davam etdirərək bir sıra strateji əraziləri ələ keçirdilər. Və bunun nəticəsində Xocalının Meşəli kəndində Azərbaycanlılara qarşı soyqırımda törədildi. Azərbaycan ordusunun həyata keçirdiyi ilk hərbi əməliyyat Daşaltı əməliyyatıdır. Daşaltı əməliyyatı 1992-ci ilin yanvar ayında həyata keçirilmişdi. 1992-ci ilin yanvarın sonunda Azərbaycan ordusu Şuşanın Daşaltı kəndi istiqamətində ilk hərbi əməliyyatına başladı. Əməliyyatın məqsədi nə idi? Daşaltı kəndini erməni silahlı dəstələrindən təmizləmək
və Şuşanın mühasirəsini yarmaqdan ibarət idi. Əməliyyatın nəticəsi uğursuzluqla nəticələndi. Nə üçün? Qruplar arasında düzgün əlaqə qurulmaması səbəbindən uğursuzluqla nəticələndi. Bu hadisə ölkədəki siyasi böhranı biraz da dərinləşdirdi. 1992-ci ilin yanvar-fevralında ermənilər tərəfindən Mallıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular, Qaradağlı kəndi işğal edildi və ermənilər tərəfindən artıq növbəti bir faciə, Qaradağlı faciəsi törədildi. 20-ci əsrdə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi ən dəhşətli soyqırım hadisəsi fəlakət Xocalı soyqırımıdır. Xocalı soyqırımı 1992-ci ildə həyata keçirilmişdi. Ermənilər 20-ci əsrdə Azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım həyata keçirmişdilər. Ermənilər 1905-ci ildə, 1905-1906-cı illərdə Azərbaycanlılara qarşı soyqırım törətmişdilər. 1918-ci ildə soyqırım törətmişdilər. Bu ermənilərin 1992-ci ildə törətdiyi soyqırım növbəti soyqırım idi. Xocalı da Qarabağ üçün mühüm ərazilərdən biri idi. Qarabağdakı yeganə hava limanı Xocalıda yerləşirdi. Xocalının inkişafı haqqında 1988-ci ilin oktyabrında Azərbaycan SSR hökuməti Xocalının inkişafı haqqında qərar qəbul etmişdi. İşğaldan əvvəl Ermənistandan qovulan 1500 Azərbaycanlı, həmçinin Fərqanədən gəlmiş Axısqa türkü, Xankəndindən qovulan soydaşlarımızın bir hissəsi burada məskunlaşmışdı. Xocalını işğal etməkdə ermənilərin bir sıra məqsədləri vardır. Məqsədləri nədən ibarət idi? Qarabağın digər ərazilərini tutmaq üçün strateji üstünlük qazanmaq, strateji üstünlüyü də Xocalıdan keçirdi. Qarabağda mühüm kommunikasiya mərkəzlərini ələ keçirmək dedi. Bu yeganə hava limanı Qarabağda Xocalıda yerləşir. Həmçinin ermənilər soyqırım törətməkdə psixoloji üstünlüyü ələ keçirməyə çalışırdılar. Xalqın gözünü qorxutmağa çalışırdılar. Həmçinin xalqımızın mübarizə əzmini və iradəsini qırmaq, Xocalını yer üzündən silməkdən ibarət idi ermənilərin bu məqsədi. Beləliklə, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Rusların 366-cı motor atıcı alayının hərbi texnikasının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalını ələ keçirərək burada soyqırım törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi. 613 nəfərdən 63 nəfəri uşaq, 106-sı qadın, 70 yaşlı, 70-i isə yaşlı şəxs idi. Həmçinin Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi. 130 uşaq isə valideynlərindən birini Xocalı soyqırımı zamanı itirmişdi. 487 nəfər yaralandı, 1275 nəfər isə girov götürüldü. 150 nəfər isə Xocalı soyqırımı zamanı itkin düşmüşdü. Ümumiyyətlə, Xocalı soyqırımı 20-ci əsrdə bəşəriyyətə qarşı törədilmiş ən qanlı qırğınlardan biridir. Xocalı işğalı zamanı dinc sakinləri xilas edərkən bir sıra Azərbaycanlı hərbiçilər də şəhid olmuş və bunlar Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Bunlar içərisində kimlərin adını deyə bilərik? Əli Hacıyevin adını deyə bilərik, Tofiq Hüseynovun adını deyə bilərik. Həmçinin Tofiq Hüseynov bu döyüşlər zamanı Mixaylo adı ilə tanınmışdı. Həmçinin Aqil Quliyev, Ələsgər Novruzov, Hikmət Nəzərli, Füzuli Rüstəmov, Canbulaq Rızayev, Araz Səlimova Azərbaycanın milli qəhrəmanı adı verilmişdi. Xocalı soyqırımın 1992-ci ilin martın əvvəllərinə kimi xalqdan gizləmək mümkün olsa da, xalq həqiqəti artıq öyrəndi. Həqiqəti öyrənən xalq Ayaz Mütəllibovun istefa verməsini tələb etdi. Və bunun nəticəsində Ayaz Mütəllibov istefa vermək məcburiyyətində qaldı.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın milli qəhrəmanlarından biri olan Çingiz Mustafayevin xüsusi xidmətləri olmuşdu. Çingiz Mustafayevin çəkdiyi video görüntülər Xocalı soyqırımının sonrakı dövrdə tanıdılmasında mühüm əhəmiyyət kəsb etmişdi. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin fevralın 24-də Xocalı soyqırımı günü haqqında qərar qəbul etmiş. Bu sənəddə hadisənin səbəbləri, günahkarları geniş şəkildə araşdırılmışdı. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il 26 fevral 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut dəqiqəsi elan edilmişdi. Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev, daha sonra isə Azərbaycan Respublikasının prezidenti olan İlham Əliyevin xüsusi xidmətləri olmuşdu. Həmçinin Xocalı soyqırımının tanıdılmasında Heydər Əliyev fondunun da mühüm rolu olmuşdu. Heydər Əliyev fondu 2004-cü ildə yaradılıb. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdi və bunun nəticəsində dünyanın bir sıra ölkələrində Xocalıya aid abidələr qoyulub, Xocalı soyqırımının tanıdılması istiqamətində işlər görülüb və bunun nəticəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı tanıdılmışdı. Ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi faciələrdən biri də Ağdaban faciəsidir. Ağdaban faciəsi 1992-ci ilin aprelində həyata keçirildi. 1992-ci ilin aprelində Kəlbəcər rayonunun Ağdaban kəndi ermənilər tərəfindən işğal edilərək daha bir vəhşilik törədilmişdi. Ağdaban faciəsi zamanı kənd tamamilə yandırıldı. Əhalisinin çox hissəsi isə Xocalıda olduğu kimi qətlə yetirilmişdi. Artıq 1992-ci ildən Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏM-də müzakirəyə çıxarıldı. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu da fəaliyyət göstərsə də, Dağlıq Qarabağ əraziləri ermənilər tərəfindən işğal edilmişdi. 1992-ci ilin fevralında Azərbaycanda aviaeskadrilyasiya yaradıldı. Aviaeskadrilyasiya nədir? Bir neçə təyyarə dəstəsindən ibarət hərbi aviasiya deməkdir. 1992-ci ilin martın 25-də Azərbaycanın milli qəhrəman adı müəyyən edildi və bunun nəticəsində Azərbaycanın bir sıra şəxslərə milli qəhrəman adı verildi. İlk öncə olaraq isə Daxili İşlər Nazirliyinin 12 əməkdaşına Azərbaycan milli qəhrəmanı adı verilmişdi. 1992-ci ilin martında Ayaz Mütəllibovun istefa vermişdi. Ayaz Mütəllibovun istefasından sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq Yaqub Məmmədov icra etməyə başladı. Yaqub Məmmədov İranın vasitəçiliyi ilə sülh danışıqlarına başladı. Daha doğrusu atəşkəsin elan edilməsi haqqında danışıqlara başladı. Bu sülh danışıqları, atəşkəslə bağlı müzakirələr getdiyi zaman yenidən ermənilər təxribata əl atdılar. Bu zaman ermənilər tərəfindən 1992-ci ilin mayın 8-də ermənilər Şuşa şəhərini işğal etdilər. Şuşa şəhərinin işğal edilməsi ilə Ermənistan Dağlıq Qarabağın bütün ərazisini ələ keçirmiş oldu. Tehrandakı sülh danışıqları yarımçıq dayandırıldı. Bu da ermənilərin atəşkəsi bir daha pozmasını sübut edən faktlardan biridir. 1992-ci ilin mayın 15-də SSR-nin hərbi əmlakı onun tərkibində olan respublikalar arasında bölüşdürüldü. Keçmiş SSR-nin Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın sərəncamına keçdi. Bu da Azərbaycanın sonrakı dövrdə bir sıra döyüşlərdə uğur qazanmasına gətirib çıxartdı. Hərbi ləvazimat cəhətdən Azərbaycan ordusu bir sıra ehtiyaclarını ödəyə bildi. 1992-ci ilin mayın 18-də ermənilər Rus hərbiçilərin dəstəyi ilə Laçın şəhərini işğal etdi. Laçının işğalı ilə Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə yaradılmış oldu. 1992-ci ilin iyununda
Elçibəy Azərbaycanın prezidenti seçildi. Elçibəy prezident seçildikdən sonra itirilmiş əraziləri geri qaytarmaq üçün bir sıra tədbirlər gördü. Vahid komandanlıq yaradılması istiqamətində tədbirlər həyata keçirildi. 1992-ci ilin yayında hərbi komandanlıq yaradıldı. 1992-ci ilin yayında artıq ordumuz cəbhədə bir sıra uğurlar əldə etdi. 1992-ci ilin iyununda Goranboyun işğal edilmiş torpaqları işğaldan azad edildi. Ağdərə əməliyyatı da Azərbaycan ordusu üçün uğurlu oldu. Ağdərə əməliyyatı nəticəsində düşmənə qarşı Goranboy, Tərtər, Ağdam və Kəlbəcər istiqamətində zərbə endirildi və beləliklə Kəlbəcər, Ağdərə, Tərtər yolu tam şəkildə ordumuzun nəzarəti altına alındı. 1992-ci ilin iyunun sonlarında ordumuz Tərtər kanalının sağ tərəfinə nəzarəti tamamilə ələ keçirdi. İyulun əvvəllərində Ağdərə şəhəri də daxil olmaqla artıq xeyli ərazi ordumuzun nəzarətinə keçdi. Ordumuz artıq Xankəndi şəhərinə yaxınlaşdı. Ordumuz Xankəndənin 8 kilometrliyinə qədər yaxınlaşmışdı. 1992-ci ilin əvvəllərində Ermənistanın Azərbaycan ərazisindəki yeganə anklavı olan Başkənddə düşməndən tamamilə təmizləndi və Başkənd ərazisi də Azərbaycan ordusunun nəzarəti altına keçdi. Anklav nədir? Bir dövlətin ərazisinin başqa dövlətlərin quru əraziləri ilə əhatə olunmasıdır. Ümumiyyətlə 1992-ci ilin yay payız əməliyyatları Azərbaycan ordusu üçün uğurlu oldu. Bu əməliyyatlar uğurlu olsa da, bu əməliyyatları sona kimi davam etdirmək mümkün olmadı. Bunun səbəbləri nələrdir? Bu dövrdə Azərbaycan hökumətinin xarici siyasətdə etdiyi səhvlərlə bağlı idi, buraxılan səhvlərlə bağlı idi. Düşmənin havadarlarının, xüsusilə Rusiyanın birbaşa və açıq şəkildə Ermənistana yardımı, hətta Azərbaycan uğurlarından sonra Ermənistana yardımı artırması ilə bağlı idi. Həmçinin bu dövrdə Azərbaycandakı hakimiyyət çəkişmələri də Qarabağdakı uğurları axıra qədər davam etdirməyə imkan vermədi. Ermənilər 1992-ci ilin sonları, 1993-cü ilin əvvəllərində təşəbbüsü ələ aldılar. 1993-cü ilin əvvəllərindən isə Rusiya Azərbaycanın MDB-yə daxil olmasını tələb etdi. Bilirik ki, MDB 1991-ci ilin dekabrında yaradılmışdı. SSR-nin süqutundan sonra Rusiyanın təşəbbüsü ilə yaradılmışdı. Azərbaycan bu təşkilata üzv deyildi. Azərbaycan Rusiyanın bu təklifini, MDB-yə daxil olmaq təklifini qəbul etmədi. Azərbaycan 1993-cü ilin sentyabrında daxil olacaq MDB-yə. 1993-cü ilin fevralının əvvəllərində ermənilər Rusiyanın köməyi ilə Ağdərə bölgəsinə hücuma keçərək artıq Kəlbəcər istiqamətində irəlilədilər. Və bunun nəticəsində 1993-cü ilin aprelin 3-də ermənilər Kəlbəcər rayonunu işğal etdilər. Kəlbəcər rayonunu işğal etdikdən sonra ermənilərin bu dövrdə Kəlbəcərdə törətdiyi faciələrdən biri də Başlıbel faciəsidir. Ermənilər tərəfindən 1992-ci ilin aprel ayında Kəlbəcərin Ağdaban kəndində də faciə törədilmişdi. Ağdaban kəndi əhalisinin böyük əksəriyyəti məhv edilmişdi, öldürülmüşdü, soyqırıma məruz qalmışdı. Başlıbel faciəsi 1993-cü ildə ermənilər tərəfindən həyata keçirilmiş növbəti bir faciədir. Kəlbəcər rayonu işğalı zamanı Başlıbel kəndində daha bir erməni vəhşiliyi törədildi. Bu kəndin əhalisinə qarşı müharibə cinayətləri törədildi. 1993-cü ilin yayında AXC hakimiyyətinə qarşı Surət Hüseynovun Gəncədə hərbi qiyam qaldırması vəziyyəti daha da ciddiləşdirdi. Bu isə ermənilərin hücuma keçməsi üçün şərait yaratdı. Bu vaxt isə ermənilər tərəfindən artıq bir sıra ərazilər nəzarətə ələ keçirildi. 1993-cü ilin iyulun əvvəllərində Ağdərə rayonu ermənilər tərəfindən işğal edildi. Ağdərə rayonu sonraki dövrdə ləğv edilib, 2021-ci ildə isə yenidən bərpa edilmişdi. Ağdərə rayonunun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülmüşdü. 1993-cü ilin iyul ayının 23-də Ağdam şəhəri işğal edildi. Ağdam 2020-ci ilin
ilin noyabrın 20-sində işğaldan azad edilmişdi. 1993-cü ilin avqustun 23-də Füzuli və Cəbrayıl rayonları da işğal edildi. Cəbrayıl rayonu 4 oktyabr 2020-ci ildə, Füzuli rayonu isə 17 oktyabr 2020-ci ildə düşməndən işğalından azad edilmişdi. 1993-cü ilin avqustun 31-də Qubadlı rayonu ermənilər tərəfindən işğal edildi. Qubadlı rayonu işğaldan azad edilməsi isə 25 oktyabr 2020-ci ilə aiddir. 1993-cü ilin oktyabrın 29-da Zəngilan rayonu da ermənilər tərəfindən işğal edildi. Zəngilan rayonu isə 20 oktyabr 2020-ci ildə Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad edilmişdi. Birləşmiş Millətlər Təşkilatı ilk dəfə Qarabağ münaqişəsində Kəlbəcər rayonunun işğalından sonra artıq müdaxilə etdi. 1993-cü ilin 30 aprel tarixli 822 sayılı qətnamə ilə Kəlbəcər rayonunun işğaldan narahatlığı ifadə edildi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal edilmiş ərazilər haqqında 853 sayılı Ağdam ilə bağlı 853, 874 Cəbrayıl, 884-cü maddə isə Qubadlı və Zəngilan rayonlarının işğalı pisləndi və bu ərazilərdən erməni silahlı qüvvələrinin çıxardılması dərhal tələb edildi. Lakin Birləşmiş Millətlər Təşkilatının bu qətnamələrin heç biri yerinə yetirilmədi və nəhayət bu qətnamələrin hər birinin 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycanın Müzəffər Ordusu tərəfindən yerinə yetirildi və erməni işğalçıları torpaqlarımız erməni işğalçılarından azad edildi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin hərbi siyasi gücünü möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər gördü. Hərbi hissələr ayrı-ayrı siyasi qrupların təsirindən çıxarıldı və birbaşa dövlətə tabe edildi. Dağınıq və nizamsız hərbi hissələr ləğv edildi. Artıq Heydər Əliyev hakimiyyətə gələndikdən sonra vahid komandalıq təsis olundu. Güclü nizami ordu yaradıldı. Könüllü hərbi dəstələr fəaliyyətə başladı. Ordunun silah, sursat, geyim və ərzaqla təminatı nizamlandı. 1991-ci ilin noyabrın 1-də Ali Sovet müdafiə haqqında qanun qəbul etdi. 1993-cü ilin noyabrın 2-də Heydər Əliyev televiziya və radio vasitəsilə xalqa müraciət etdi. Xalqı düşmənə qarşı mübarizəyə çağırdı. Tezliklə könüllülərdən ibarət taborlar, Əfqanistanda xidmət etmiş döyüşçülərdən ibarət yeni hərbi hissələr yaradıldı. Prezident cəbhə bölgələrinə gedərək konkret tədbirlər müəyyənləşdirildi. Həyata keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ordusu artıq cəbhədə xeyli uğurlar qazandı. 1993-cü ilin noyabrında Azərbaycan ordusu cəbhədə ermənilərin bütün hücumlarına qarşı artıq ciddi müqavimət göstərə bildi. 1993-cü ilin dekabrın ortalarında Beyləqanda ermənilərin tank hücumunun qarşısı alındı. Bu döyüşlərdə Akif Xanyaliyev və Etibar İsmailov xüsusilə fərqləndi. 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarın 5-nə kimi davam edən Horadiz əməliyyatı nəticəsində Füzulinin strateji əhəmiyyətli Horadiz qəsəbəsi, o cümlədən 22 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. 2016-cı ildə isə bu kənd tamamilə təhlükəsiz aprel döyüşləri zamanı təhlükəsizliyi təmin edilmişdi və Azərbaycanlı Cocuq Mərcanlı kəndinin sakinləri Cocuq Mərcanlı bərpa edildikdən sonra 2016-cı ildə Cocuq Mərcanlı kəndinə köçürülmüşdü. Sonraki günlərdə Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl və Kəlbəcər rayonunun bir çox kəndləri də düşmən işğalından azad edildi. Bu uğurlardan narahat olan
Rusiya ermənilərə hərbi yardımı daha da çoxaltdı. Bunun nəticəsində erməni və rus hərbi birləşmələri 1994-cü ilin fevralında ordumuzun Kəlbəcər istiqamətində Murovdağ əməliyyatının qarşısını aldı. Hava və iqlim şəraitinin həddindən artıq sərt keçməsi, kəskin olması da ordumuzun geri çəkilməyə məcbur edən amillərdən biridir. 1994-cü ilin aprelində Rusiya Ermənistanın xeyrinə sülh təklif etdi. Bu layihədə Rusiya qoşunlarının cəbhədə yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan hökuməti bu təklifi rədd etdi. Rusiyanın bu planı baş tutmadı. Artıq ordumuzun qətiyyəti nəticəsində ermənilər bir sıra ərazilərdə geri çəkilmək məcburiyyətində qaldı. 1994-cü ilin mayın 8-də Rusiya və ATƏM-in vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs elan edilməsi haqqında Bişkek protokolu imzalandı. Bişkek protokoluna əsasən 1994-cü ilin mayın 12-sində Azərbaycan-Ermənistan cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı. Bunun nəticəsində 1-ci Qarabağ müharibəsi başa çatdı. 1-ci Qarabağ müharibəsi 1991-94-cü illəri əhatə edir. Azərbaycan üçün bu müharibə həddindən artıq ağır olmuşdu, böyük itkilər vermişdi. Beləliklə 1-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin 20%-ni itirdi. Azərbaycanda bu müharibə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkündə oldu. 20 min vətəndaşımız həlak oldu. 5.000 nəfər əlil oldu. 100.000 nəfər yaralandı. 1 milyona yaxın isə qaçqın və məcburi köçkündə oldu. 2020-ci ildə isə Müzəffər Azərbaycan ordusu tərəfindən işğal edilmiş ərazilərin hər biri geri qaytarıldı. Bu dərsimizlə bağlı bu qədər.